Azərbaycanda korrupsiyaya qarşı dövlət proqramı mövcud olsa da, ölkəmizin adı Transparency International təşkilatının siyasından düşmür. Məmurlar bunu şərböhtan adlandırır, ekspertlər isə həqiqət kimi qiymətləndirir. Bəs görəsən Bakı sakinləri bu barədə nə düşünür? Rüşvət alırsınızmı? Yox, çünki dövlət vəzifəsində işləməmişəm, heç imkanım olmayıb. Dövlətdə işləmişəm, aparatda işləmişəm, dövlət aparatında. Rüşvət nə olduğunu mən bilmirəm. Mənim üçün başqa iş olub, məndə rüşvət söhbəti olmur. Qətiyyən sevmirəm, korrupsiya yox. Rüşvət vermisinizmi? O qədər. Nə vermisiniz? Dövlət qurumlarına, polisdən tutmuş hara istəyirsiniz. Əmlak komitəsina, sonra həkimlərə, arayışlara. Zamanı elədir rüşvətsiz olmur, amma çox rüşvət verməmişik. Nə bilim, baxır da o harda nətərli rüşvət vermək lazımdır. Oxuduğum yerdə zamdəkana vermişəm. Hörmət eləmişəm, rüşvət verməmişəm. Əksinə rüşvətdən qaçmışam, yayındırmışam. Verilişimizin sponsoru Bolkartdır. Bolkart Bankov Bakının taksit kartıdır. O, müştərilərə rahat-rahat alış-veriş etmək və bala-bala ödəmək imkanı yaradır. Bolkart ilə siz həm ölkə daxilində, həm də xaricdə alış-veriş edə bilərsiniz. Bolkartınız var? Var. Pul olmayan zaman məsələn nəsə ala bilirik də. Kreditlə məsələn telefon almaq, belə şeylər sərf edir. Moment olur ki, əldə pul olmur və kartdan istifadə mümkün olur. Harasa girəndə qəşəndə alış-verişimizi edib çıxırıq. Çox mağazində də keçərlidir. Bolkartla müştərilər çox müraciət edir. Bəli, xanım, müraciət olur. Sizcə nəyə görə müştərilər bolkarta üstünlük verirlər? Xanım, ən azından nağd şəkildə pul ödəmirlər. Aylığa bölünür, istəsəmə müştərilər daha çox sərf edir. Yəni, nağd şəkildə verilmir pul. Aylığa bölünür, o da rahat olur müştəri üçün. Yəni, belə baxanda 100 manata məsəl üçün 15 manat pul düşür. Yəni, hər adam sərf edir o. Yəni, nağd şəkildənsə kart daha sərfəlidir. Sizcə, hansı sahənin peşə sahibləri daha çox rüşvət alır? Hər halda məmurlar olar da, kimlər ola bilər ki? Bir də ki, hər şey yuxarıdan başlayır. Bələdiyyələr icra hakimiyyətdir. Yəqin ki, həkimlər, müəllimlər, məmurlar, belə, məhkəmə sahəsi. Məncə daha çox müəllimlər. Daxili işlər, polis, hüquq, Nazirlər bəzən. Sizcə, məmurların əmək haqqı nə qədər olmalıdır ki, rüşvət almasınlar? Əmək haqqı bizdə maşallah neft ölkəsidir. Əmək haqqı görə elə olsun ki, sabah onu tutub 3 il, 5 il iş verəndə rüşvətə görə hökumətin dili uzun olsun da. Onsuz da rüşvət götürəcəklər. İstəyir 1 milyon olsun. ən azından onlar qane edəcək qədər olmalıdır. Bir insan rüşvət almaq istəyirsə, istəyir onun maaşı olsun, nə bilim 10 qat, 15 qat artıq olsun. Yəni almaq istəyirsə alacaq. Rüşvət problemini necə həll etmək olar? İlk öncə maaşları qaldırmaq, ümumi həyat şəraitinin səviyyəsini qaldırmaq. Özümüzlə barca aparmalıyıq. Da birimizdə mən səndən almalı deyiləm, sən məndən. Siyasi işlərə qarışmıram. Dövlət öz məmurlarını təkid eləməlidir ki, bu murdar əməllərdən əl çəksin. Bu kökündədir. Bu gərək kökündən kəsəsən. Bakı sakinləri ilə söhbətdən məlum oldu ki, ölkədə rüşvət verən də var, alan da. Xatırlatmaq istərdim ki, rüşvət alanın cəzası 1-dirsə, verənin 2-dir. Odur ki, gəlin çalışaq, qanunla yaşayaq. Fəridə Aliyeva, Ayının Az.